Üçüncü tövsiyem. Her zaman sözü üzə deyəcək qədər mərd olmağı başarın. Sözü üzə deyəcək qədər mərd olun. İçinizdə kiməsə qarşı bir kin olsa, o kini başqalarına doldurmaq cəhdini göstərmə. Həmin adama çox adam nifrət eləsin deyə. Sən get ona bir yolla de. Eyni zamanda bir-birinizi sevirsinizsə bunu da deyin. Bir qardaşdan xoşlandın mı? Yəni bir qardaşın elmini, əxlaqını, tərbiyəsini, bir qardaşın dindarlığını, bir qardaşın qardaşlığını sevdin mi? Get deyin, mən səni Allah üçün sevirəm. Allah üçün. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, müsəlman qardaşınızı sevdinizsə, hörmətin oldusa, get deyinən, mən sizi sevirəm. Və bu sözü dərkən də, mən hamınızı Allah üçün sevirəm qardaşlar. Ayrımcılıq eləmədən. Hamınızı Allah üçün sevirəm. Mən sizi sevməsəm aranıza gəlmərdim bugün. Ben sizi sevdiğim için, saydığım için, hürmet elədiyim için bugün buradayıq. Və mən də inanıram ki, sizlər də hamınız bir-birinizi Allah üçün sevirsiniz.